Tak, Esselamu Aleyküm əziz dostlar. Qırğızstanın Oş şəhərindəyik biz inşallah. İndi Allahın izni ilə çox maraqlı yerləri gəzərik. Başlayaq vloglarımıza və gözəl yerləri sizə göstərək. Bismillah, getdik. İndi o dağın başına çıxarıq inşallah. Deyə orada Qırğızstan bayrağı var. Düz ora kimi çıxarıq. Orada nəsə bir maraqlı bir şey var. Məlumat aldıq ki, nəsə bir maraqlı var. Ora gedirik inşallah. Çoxlu pləkanları qalxarıq. Burada yəni hər adamın işi deyil ona qalxmaq. Dağın başında mən adamlar görürəm. O dağın başına çıxarıq. Qırğızstanda çox maraqlı yerlər var. Çox gəzməli yerlər var. Lakin burada yəni çox istidir, həddindən artıq. İstidən dözmək olmur, həqiqətən də. Sərin yerləri də var. Sərin yerləri də var ki, məsələ dağlıq zonalarda orada təsəvvür edin ki, indiyə kimi hal-hazırda qar var orada. Yəni o dərəcə sərin yerlər var. O zonalardan keçib gəldim. O zonalardan mən keçib gəldim və gördüm oranın sərinliyini, soyuqluğunu. Həqiqətən çox dəhşət dərəcədə insan orada üşüyür. İndi burada kassa var. Kassadan ödəniş edib davam edəcəyik yolumuzu. Bu arada takip etməyi, bəyənməyi unutmayın ki, belə maraqlı yerləri görüb gələrsiniz deyə. Əziz dostlar, biz kassadan çekimizi aldıq, yəni biletimizi aldıq və gedirik qabağa. Burada bilet adam başı 70 som. Yəni ki, haradasa 1 manat 20 qəpik belə civarında adam başı. Və gedirik. Qırğızstan bayrağı görünür. Az qalıb. Sonra çıxırıq. İndi baxaq da görək nə var orada. Maraqlı bir şey varmı və yaxud da yoxmu? Əslində heç bir şey maraqlanmadıq yəni orayla bağlı ki, orada nə var, nə yox. Sadəcə olaraq maraqlı bir yerdir gördük. Düşdük ki, görək burada nə var. Əslində bizə görə də hal-hazırda sürprizdir ki, burada nə var. Həqiqətən də biz maraqlanmamışıq ki, orada nə var. Bizə görə də sürprizdir. Amma çıxırıq. Sürprizdir. Amma bu dağın başından hələ dağın başına çıxmamışıq ha. Dağın haradasa 30%'ni çıxmışıq. Oş şəhərin mənzərəsini görürük də biz. Demək olar ki, Oş şəhərin 50%'i burada görünür. İndi hal-hazırda kameramanımız buranı çəkər. Kameraman deyənə Oş şəhərini çək. Qardaş. Yəni Oş şəhərini çək, qəşəng. Oş şəhərin mənzərəsini. Belə gözəl. Hələ dağın 30%'ni çıxmışıq. Oş şəhərin mənzərəsi görünür. Hələ dağın 70%'ni çıxaq görək. Çıxırıq. Çıxırıq və həyəcanla həqiqətən bizi də o mənzərədə nə gözləyir biz bilmirik. Onun üçün də böyük bir həyəcanla çıxırıq. Amma inanıram ki, maraqlı bir şey gözləyər bizi. Çünki Qırğızstan maraq ilə doludur. Maraqlı yerlərlə dolu bir ölkədir həqiqətən. Çünki Obşi Qırğızstan dağın üzərindədir. Yəni hər yer dağlıq düşürlər. Salam aleyküm. Aleyküm salam. Deməli, dağın 50%'ni çıxdıq və gözəl bir mənzərə belə qarşımıza çıxdı. Bax belə. Dağın hal-hazırda 50%'ni çıxmışıq. Belə bir mənzərə ilə rastlaşdıq.
Buradan belə davam edirik. Biz davam edirik. Qırğızstanın mənzərəsinə baxa-baxa biz davam edirik yolumuza. Qırğızstan alğa. Yəni Qırğızstan qabağa. Qırğızstan Turan dövlətidir, bilirsiniz də, indi azdan çoxdan xəbəriniz var. Qırğızstan bir Turan dövlətidir. Yəni Azərbaycanla Turandır. Azərbaycan, Türkiyə, Özbəkistan, Qırğızstan, Qazaxıstan, Türkmenistan və s. O kimi 6 dövlət Turan dövlətidir. Qırğızstan alğa, yəni Qırğızstan qabağa. Yəni bizdə necə deyirlər ki, Qarabağ Azərbaycandır. Bunlarda da deyirlər Qırğızstan alğa. Və biz davam edirik yolumuzu. Çox az qalıb. Çox gözəl mənzərəsi var. Həqiqətən də çox gözəl bir mənzərəsi var. Adamın özünə ləzzət eləyir. Bəli, davam edirik. Burada 2 yol ayrılır. Bir yol belə, bir yol da belə. Pəkallarla biz davam edib gedirik. Axır ki biz çıxdıq zirvəyə. Hal-hazırda dağın zirvəsindəyik və gözəl bir mənzərə ilə üz-üzəyik. Bütün şəhər görünür, bütün şəhər. Bütün şəhər görünür hal-hazırda. Çox gözəl mənzərəsi var. Aşağıda qəbirstanlıqdır, dağın ətəyində. Qəbirstanlıqdır. Və hal-hazırda bura giririk, bilmirik bura nədir. İndi hal-hazırda girmək istəyirik bura. Şimdi Çağın aracı kurmuş. Rastlıyordur. Buyur. Demək ki, bura biz ayaqqabısız daxil olmalıyıq. Здесь можно, да, без обуви? Сюда, да? Bismillah. Bura bir ibadət otağıymış. Bura ibadət otağıymış. Burada kimsə ibadət eləyibmiş burada. Elə bir kimsə burada ibadət eləyibmiş və buranı belə bir ibadət otağı kimi düzəldiblər. Amma sərin yerdə həqiqətən. Oturub biraz istirahət eləmək olar. Burada amma oturmaq çox sərin yerdə amma. Qəşəng bir havası var, sərinlikdir. Orada məlumat aldığıma görə bura Süleyman Tol, yəni Süleyman Peyğəmbər dağı. Burada bunların diniyinə və inancına görə burada Peyğəmbər namazını qılıb və keçib. Yəni ki, Süleyman Peyğəmbər burada namazını qılıb və beləliklə belə bir ibadətxana tikiblər burada. Və insanlar burada gəlib ibadətlərini edib və keçib gediblər. Əsrlər boyu bu belə bir şəkildə davam edib. Lakin heç bir dəqiq məlumat yoxdur ki, burada Süleyman Peyğəmbər ibadət edib və heç bir tarix yoxdur. Belə bir şəkildə bir dəqiq məlumat yoxdur. Onun üçün də gəldim və araşdırdım. Çox gözəl keçdi günümüz. Belə gözəl yerləri görməyinizə görə takip edib bəyənməyi unutmayın.